getdi evə. Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın oğlu Ceyhun avtomobil qəzası keçirib. Jurnalist bu barədə sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, oğlu Ceyhun Virginia ştatında dostu Niko ilə birlikdə ağır yol nəqliyyat hadisəsi keçirsə də, xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Qənirə Ataşovanın sözlərinə görə hadisə iyunun 15-də gecə saatlarında baş verib. Ceyhun və dostları West Virginia'da yerləşən göl evində qonaq olarkən qəza ilə üzləşiblər. Polisin ilkin araşdırmasına əsasən qəza sürücünün yola çıxan maralı vurmamaq üçün sükanı kənara çevirməsi nəticəsində baş verib. Bu zaman avtomobilin təkəri yağış sularının yaratdığı çökəkliyə düşüb, nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq yararsız vəziyyətə düşüb. Araşdırmalar zamanı sürücünün alkoqol və ya digər təsir edici maddələrin təsiri altında olmadığı müəyyən edilib. Qəza baş verdikdən sonra gənclər 911 xidmətinə müraciət ediblər. Xəstəxanaya aparılan Ceyhun və dostu Nikonun vəziyyəti həkimlər tərəfindən nəzarətə götürülüb. Niko yüngül xəsarətlər alıb, Ceyhunun isə ciddi sağlamlıq problemi qeydə alınmayıb. Jurnalist bildirib ki, qəzanın baş verdiyi günlər oğlunun məzuniyyət mərasiminə təsadüf edib. Qəza nəticəsində məzuniyyət geyimi avtomobildə qaldığından dostlarının köməyi ilə yeni geyim əldə olunub və mərasimə hazırlıq görülüb. Qənirə Ataşova paylaşımında övladının sağ-salamat qalmasına görə Allaha şükür etdiyini vurğulayaraq, həyatda ən böyük nemət övladının sağlam və təhlükəsiz olmasıdır fikrini bölüşüb. O həmçinin qeyd edib ki, oğluna 18 yaşı münasibəti ilə hədiyyə etdiyi avtomobil qəza nəticəsində tam yararsız hala düşüb.